Ya keçməzdən əvvəl kanala abunə olmağı və videomu bəyənməyi unutmayın. İsrailin baş naziri Benyamin Netanyahu ölkə vətəndaşlarına müraciət edərək İranın yüksək səviyyəli nüvə proqramı rəhbərlərinin və alimlərinin hədəfə alındığını bildirib. Demokrat AS xəbər verir ki, Netanyahu çıxışında hazırki təhlükə fonunda İsrailliləri uzun müddət sığınacaqlarda qalmağa hazır olmağa çağırıb. İsrail xalqından komandanlığın bütün göstərişlərinə ciddi şəkildə əməl etmələrini xahiş edirəm. Sığınacaqlarda qalmalı olma ehtimalınız az deyil. Düşünürəm ki, artıq yemək, geyim və digər zəruri ehtiyatları toplamısınız, deyə o vurğulayıb, Azərbaycan hava hücumlarına qarşı təhlükəsizlik tədbirlərini gücləndirib. Konkret AS xəbər verir ki, ölkə hava məkanında İranın potensial raket və kamikadze tipli pilotsuz uçuş aparatlarının təhlükəsinə qarşı döyüş təyyarələri təcili qaldırılıb. Bu addım Azərbaycanın ərazisinə mümkün hücumların qarşısını almaq məqsədilə atılıb. Məlumatlara görə hazırda Azərbaycan hərbi hava qüvvələri yüksək səviyyədə hazırlıq vəziyyətindədir və hər hansı təhdidə vaxtında reaksiya verməyə hazırdır.